Əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Bugün sizlərə, yəni ibtidai, miq və sertifikasiyaya hazırlaşan müəllimlərimizə Azərbaycan dilindən qəbul tipli sualın izahını təqdim edirəm. Əziz müəllimlər, izaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, sabah, yəni 1 mart tarixində sizlər üçün onlayn sınaq imtahanımız olacaq. Əgər sizlər də ödənişli onlayn sınaq imtahanında iştirak edib Azərbaycan dilindən 25 möhtəşəm qəbul tipli sınağı işləyib və ən əsası da hər bir sualın variant və variant izahını görmək istəyirsinizsə 050 505 1246 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Sabah sizlər üçün möhtəşəm 25 suallıq onlayn sınağımız olacaq. Qeydiyyatdan keçib sınağı əldə edib, daha sonra isə izahları ilə tanış ola bilərsiniz. İndi isə əziz müəllimlər, gəlin sizinlə birlikdə bu qəbul tipli sualın izahına baxaq. İsmailidə yaşayanlar qonaqpərvərliyi və mehribanlığı ilə seçilirlər. Cümləsindəki sözlərlə bağlı səhvi müəyyən edin. Bizdən səhvi soruşur. İsmayıllıda yerli halda işlənmiş xüsusi isimdir. Bəli, harada? İsmayıllıda. Üzərindəki dadə yerli halın qrammatik şəkilçisidir. Yerli haldadır. İsmayıllıda nədir? Xüsusi isimdir. Bəli, A variantı doğrudur. A-nı çıxırıq, çünki bizdən səhvi soruşur. Yaşayanlar indiki zaman məzmunlu düzəltmə feili sifətdir. Bəli, sözün kökü nədir? Yaşdır. Yəni, hansı yaş? İnsanın yaşı. Yaşdan nə əmələ gəldi? Yaşa feil əmələ gəldi. Bəli, düzəltmədir. Baxın, yaş ismindən, məsələn, deyirəm, səni görüm 100 yaşa. Yaşaması üçün yaşın üstə yaş gəlməlidir. Yəni, yaş ismi burada əsas faktordur. Yaşdan da nə yarandı? Yaşa feili yarandı. Düzəltmə oldu? Oldu. Deməli, düzəltmədir, feili sifətdir. Bəli, an, ən var üzərində feili sifətin şəkilsidir. İndiki zaman məzmunudur. Bəli, biz bilirik ki, feili sifətin şəkilçiləri zaman məzmunu bildirə bilir. Yəni, yaşayanlar, bax, buradakı an, ən feili sifətin şəkilsidir və indiki zaman məzmunu bildirir. B variantı da nədir? Düzgün variantdır. Ona görə çıxırıq. Sonra mehribanlığı mənsubiyyət şəkilçisi ilə işlənmiş düzəltmə isimdir. İsmaildə yaşayanlar qonaqpərvərliyi və mehribanlığı, öz mehribanlığı. Bəli, buradakı I nədir? Mənsubiyyətdir. Mehribanlığı sözdə nədir? Düzəltmə isimdir. Mehriban sifətindən mehribanlıq ismi yaranıbdır. D də doğrudur. Seçilirlər. İndiki zamanda işlənmiş düzəltmə feildir. Seç, seçilmək, seçilir. Baxın, deməli, indiki zamandadır, bəli,